Alüminium, magnezium verilib bizə. Yazıram bura alüminium, bura magnezium. İkisi bir yerdə neçə qramdır uşaq var? 15 qram. Deyir, bura natrium OH ilə təsir ediblər. Siz bilməlisiniz, natrium OH ilə hansı metal girir? Qələvidir. Qələvi hansı metalla girir reaksiya? Qələvi hansı metalla girir uşaq? Mənə kömək edin. Alüminiumla girer. Amfoterlə girer. Təbii ki, amfoterlə girer. Hətta burada su da iştirak edir. Lap heç reaksiya mən yazmıram. Reaksiyanı bilirik. Buradan alınmış su da iştirak edir. Natrium, alüminium O2, H2. Mən daha qısa qaydanı işlədəcəm. Mən bir dənə bilməliyəm ki, natrium OH ilə alüminium girer. Biz qayda öyrənmişik axı, valentin yarısı. Alüminiumun valenti 3'dür, bu 1.5 mol hidrojen. Tənasüb bura. İrəm alüminium 27'dir. 27 qram alüminium 1.5 mol hidrojen ayırır. 1.5 mol hidrojen neçə litrdir uşaqlar? 33 oldu. Bizə hidrojeni nə qədər verib? 3.36. Onda bundan tapıram, burada alüminium nə qədərdir? 2.7. İlkin qarışıqda alüminiumun kütlə payını istəyir. Yazıram 2.7. İlkin qarışıqda 15. Vur 100%. Riyaziyyatdan 3'ə aparıram 5, 3'ə aparıram 0.9. Bundan buna aparıram 20, 0.9'u da 20'yə vuranda 18 edir deyəsən. Baxın bir dənə. Bəli, 18. Uşaqlar çətin sualdır bu.